Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən güclü küləklə bağlı əhaliyə sarı xəbərdarlıq edib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Yanvarın 26-sı gündüzdən 27-si gündüzə qədər Bakıda və Abşeronda eyni zamanda bir çox rayonlarda gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq olunur. Bakıda və Abşeronda eləcə də Xızı, Şabran, Xaçmaz, Qubaqusar, Siyəzən, Neftçala, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gəncə, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi güclənəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə çatacaq. Nazirlik küləkli hava şəraitində əhalini ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Eyni zamanda avtomobil yollarındakı vəziyyət də açıqlanıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə yanvarın 26-sında gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qatı duman müşahidə olunacaq ki, bu zaman görünüş məsafəsi 500-1000 metrə qədər məhdudlaşa bilər. Eləcə də dağətəyi və dağlıq rayonlarda yollar buz bağlayacaq. Odur ki, sürücülər son dərəcə ehtiyatlı olmalı və ara məsafəsini qorumalıdırlar deyə məlumatda bildirilir.